Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərlərin saat 11 buraxılışı ilə qarşınızdayıq. Saatın əsas xəbərlərini sizə mən Röya Rafqızı təqdim edəcəm. Prezident İlham Əliyevin 25 may tarixli sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının müzakirəsi məqsədi ilə silsilə regional müşavirələrə başladılıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib. Müşavirələr Mərkəzi Aran, Dağlıq, Şirvan, Gəncə, Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına əhatə edir. Regional müşavirələr çərçivəsində dövlət proqramının prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunacaq. Dövlət proqramının icrası ilə bağlı regional müşavirələrin ölkənin digər iqtisadi rayonlarında mərhələli şəkildə keçirilməsi nəzərdə tutulur. Azərbaycanda aqrar sahədə qanunvericiliyin sistemləşdirilməsi məqsədi ilə yeni qanunun qəbul edilməsi nəzərdə tutulur. Bunu Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Kənd Təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramında irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar Siyasət Komitəsində dünən keçirilən ictimai dinləmədə bildirib. Qeyd edib ki, yeni hüquqi çərçivə kənd təsərrüfatı fəaliyyəti, dövlət dəstəyi mexanizmləri və aqrar xidmətlərlə bağlı əsas anlayışları vahid qanunla birləşdirəcək. Toxumçuluq haqqında qanun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcəkdir. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaqdır. Dövlət proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarından səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Dünya Bankı 2026 və 2027-ci illər üçün Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb. Bankın yeni proqnozuna görə Azərbaycanın real ümumdaxili məhsulu 2026-cı ildə 2%, 2027 və 2028-ci illərdə isə 1,8% artacaq. Dünya ümumilikdə Cənubi Qafqaz ölkələri üzrə isə iqtisadi artım proqnozunu 2026-2027-ci illər üzrə 3,4%, 2028-ci ildə isə 3,2% proqnozlaşdırıb. Amerika Birləşmiş Ştatları prezidenti Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğunu elan edib. Donald Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Dövlət başçısının sözlərinə görə tərəflər hazırda sənədləşmə prosesini yekunlaşdırırlar. Sənədlərin rəsmiləşdirilməsini başa çatdıracağıq. Bu bir neçə gün ərzində həyata keçirilməlidir deyə 47-ci lider vurğulayıb. Əlavə edib ki, sözü gedən anlaşmaların imzalanması artıq bu həftə sonu Avropada baş tuta bilər. İmzalanma olan kimi Hörmüz boğazı da rəsmi şəkildə açılacaq. Trump orada özünün deyil, vitse-prezident J.D. Vance'in iştirak edəcəyini dilə gətirib. Amerika rəhbəri İslam Respublikası ilə münaqişənin dayandırılmasına dair əldə olunan razılaşmaları bir sıra ölkələrin liderləri ilə müzakirə edib. O, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt liderləri ilə danışdığını, yaxın vaxtlarda isə Türkiyə prezidenti ilə əlaqə saxlayacağını deyib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi isə bəyan edib ki, dövlətlər arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb. İsmail Bəqai Dövlət Televiziyasının müsahibəsində danışıqlar gedişinin İran üçün əvvəldən aydın olduğunu deyib. Onun açıqlamasına görə yekun mətnin böyük hissəsi razılaşdırılıb. Lakin sonradan Birləşmiş Ştatlar tərəfi öz mövqeyində dəyişiklik edib. Sözçü vurğulayıb ki, Tehran müəyyən etdiyi qırmızı xəttlər məsələsində heç bir güzəştə getməyib və anlaşma ilə bağlı yayılan məlumat hazırda yalnız ehtimal xarakteri daşıyır. Bu məsələ ilə bağlı hələ heç nə yekunlaşmayıb deyə o fikrini dəqiqləşdirib. Bəqai bildirib ki, Vaşinqtonun qanunsuz addımları səbəbindən Hörmüz boğazı hələ də bağlı qalır və təhlükəsiz hərəkət təmin edilmədiyi üçün gəmilər ehtiyatlı olmalıdır. Rəsmi Qətər və Pakistanın vasitəçilik missiyasında fəal iştirak etdiyinə diqqəti çəkib.
Dünya mətbuatı isə iddia olunan İran-Birləşmiş Ştatlar anlaşmasının bəzi təfərrüatlarından yazıb. The Guardian qəzeti adı açıqlamayan diplomatik mənbəyə istinadən qeyd edib ki, Vaşinqton və Tehranın hazırladığı qarşılıqlı anlaşma memorandumu İslam Respublikasının nüvə proqramı ilə bağlı konkret həlləri əhatə eləmir. Sənəd nüvə mövzusu, eləcə də dondurulmuş İran aktivləri məsələsi üzrə danışıqlar prosesinin dayandırılması üçün zəruri olan mexanizmləri təsvir edir. Orada konkret razılaşmalar yoxdur, deyə nəşr vurğulayıb. Qəzeti müsahibi həmçinin dəqiqləşdirilmişdi ki, memorandumda ehtimal ki, Hörmüz boğazının minalardan təmizlənməsi üçün müddəalar göstəriləcək. Bununla yanaşı, Birləşmiş Ştatlar minalardan təmizləmə prosesi tam başa çatana qədər İranın dəniz blokadasını saxlamaq niyyətindədir. Diplomat onu da diqqətə çatdırıb ki, dialoqun uğurla başa çatacağına heç bir zəmanət yoxdur. Amerika Birləşmiş Ştatları hərbiçiləri Hörmüz boğazı istiqamətində hərəkət edən 2 İran pilotsuz uçuş aparatını zərərsizləşdirib. Bu iddia ilə Fox News çıxış edib. Mənbənin sözlərinə əsasən Tehran Hörmüz boğazından keçən kommersiya gəmilərindən zərbə endirməyə cəhd göstərib. Hadisə ilə bağlı Tehran tərəfi hələlik rəsmi açıqlama verməyib. Livanın cənubunda Saluki çayının şimal hissəsinin əməliyyat nəzarəti təmin olunub. Açıqlama İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən gəlib. Bəyanata görə hərbiçilər adı çəkilən ərazidə əməliyyat nəzarətinin qurulması və ərazinin təmizlənməsi əməliyyatını başa çatdırıblar. Təl-Əviv tərəfi manevrin Livanın cənubundakı mövqelərin möhkəmləndirilməsi və ölkənin şimal yaşayış məntəqələrinə qarşı təhdidlərin aradan qaldırılması məqsədi ilə həyata keçirdiyini bildirib. İnformasiya əsasən Saluki çayı ətrafındakı ərazi Hizbullah tərəfindən partlayıcı daşıyan pilotsuz aparatların buraxılması və İsrail hərbiçilərinin hücumlar üçün istifadə edilirdi. İddiaya görə əməliyyat zamanı yüzlərlə hədəf məhv olunub və 50-dən çox silahlı öldürülüb. İsrailin hava hücumları nəticəsində Livanda həlak olanların sayı 3711 nəfərə, yaralananların sayı isə 11483 nəfərə çatıb. Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə son 24 saat ərzində 15 nəfər həlak olub, 70 nəfər yaralanıb. Xilas edici qruplar Tir şəhərində və ətraf ərazilərdə bombardıman nəticəsində dağılan binaların qalıqları altında axtarış, xilas etmə və təmizləmə işlərini davam etdirirlər. Rəsmilər ölənlərin sayının arta biləcəyini deyirlər. Amerikalı sahibkar Elon Musk SpaceX şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi sayəsində tarixdə ilk trilyonçu olub. Reuters informasiyasına görə daha əvvəl şirkət IPO çərçivəsində rekord 75 milyar dollar cəlb edəcəyini bildirib. Amerikanın SpaceX şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhmi üçün 135 dollar qiymətinə 555 milyon 555 min 555 səhmi yerləşdirib. SpaceX-in qiymətli kağızları iyunun 12-sindən Nasdaq elektron birjasında SpaceX indeksi altında satışa çıxarılacaq. Və sonda Dövlət İmtahan Mərkəzi iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. İmtahan Respublikanın 3 şəhər və rayonunda, Bakı, Sumqayıt və Abşeronda ümumilikdə 63 binada təşkil olunacaq. Nəticələr 2 mərhələdə elan ediləcək. Prosesdən sonraki 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. Ərizələrin qəbulu internet vasitəsilə 21-23 may tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdi mayın 17-si keçirilsə də, əlverişsiz hava ilə əlaqədar baş verən force-major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində 14 iyunda magistraturaya qəbul imtahanının ikinci cəhdinin təkrar keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi qərar verib. Dəyərli izləyicilər, saatın əsas xəbərlərini burada yekunlaşdırıram. Diqqətinizə görə minnətdaram. Salamat qalın.